Tabii ama yüngül belə sürüşkən yemelliyiniz var ha, belə. Ola bilər indi ayaqqabının altı biraz sürüşkən olsun. Ayaqqabıdan asılıdır da, hə? Ayaqqabıdan, Giyindiyin ayaqqabıdan asılıdır. Qış vaxtına düşə bilər. Yağışlı havaya. Yox, yağışda elə sürüşmür, amma buzlu havadır zaten. Buzlu havada zətdə, hə? Hə, yaxşı, başa düşdük. Samir, ay Samir. Dolça bürcünün kişiləri haqqında fikir var burada bir videoda. İstəyirəm sən onu təsdiqləyəsən, hə, yox. Fikirlərinlə razısan yoxsa Dolça bürcünün kişiləri haqqında? Eybi yoxdur, eybi. Səsinə. Bax, bir fikirlərdən görüm razısan yoxsa yox. Dolça bürcünün kişiləri. Dolça bürcünün kişiləri soyuqqanlıdırlar və onlar müstəqil həyatını sevirlər. Yəni onlara nəsə qarışılmasına, çox incizilməsinə gələ bilməzlər. Düzdür? Arada olur. Niyə aşkım, niyə? Baxırda momentə bax. Nəyə soyuqqanlısan ki? Soyuqqanlı deyirsə istiqanlısan əksinə. Vallahi hamı deyir ki istiqanlısan. Heç vaxtda səndən soyuqqanlı istəyirəm. Onda səhv deyil. Səhvdir? Hə, səhvdir. Bu getdi. Bu bürcün kişiləri tam qısqanc bürc deyirlər. Yəni qısqanclıq arasında 12 bürcdən tam fərqlənirlər. Çünki o qədər qısqanc deyirlər. Düzdür? Qısqanc deyilsən. Evet, səhv deyil. Başın haqqı aysanmış, qısqanc deyilsən. Yo, arada tutur hə qısqanclığı. Tam canımın başına haqqı nə deyirsən? Arada amma olur qısqanclığın. Elə buzquncanı tutur arada. O bir də görsən hə, dəxilsiz bir şeydir. Hə. Dəxlisiz. Lazım olan yerdə qısqanmıram. Lazım olmayan momentdə ağlıma gəlməyən yerdən qısqanclığı görüm, o da olur. Bəli. Bədxərclər əllərində pul qalmır. Bəxəç sanki. Yalan deyir, yox. Yumurtanın sarısını bir şey, ağırlı sabağa saxlayır. Yalan deyir. Yox, bədxəç deyil, hə? Elə pul xərcləməklə əlaqəli. Yox, sən niyə? Elə əl açıqsa, hə, amma bilirsən hara hara dairəmiz o qədər şey deyil. Gedək əyləncələrə. Lüks şeylər, hatta belə. Yüksəklərdə deyil gözümüz. Göstərişli həyat mənim. Özümü nədən soxlamayı söhbətə. Göstərişli həyatı sevmirəm. Əzizlərim, o göründüklərindən böyük görsən məsələn zəhləm gəlir. Təsdiqləyirəm. Yəni əlavə bədxərcliyin yoxdur. Ona görə də arxayına. Dolça bürcünü ayəcanlı olur. Kənarda məsəl üçün müəyyən dövrdə ayəcanlı olmamasıyla görünsələr belə əslində daxilində çox ayəcanlıdırlar. Və dolça bürcün ətrafında o qədər dostları olmur. Çünki kimlə dost olurlar bir müddət sonra soyuyurlar və ya da nəsə bir şey görən kimi dostlarından tez uzaqlaşdırma. Ailəcanlı olmağını təsdiqləyirəm. Hə? Doğrudan da. Hə. Dən ki öz ailəmə qarşı, ümumiyyətlə belə də. Qohumcanlı adamam mən. İstiqam o barədə qohumcanlı adamam. Mirzə Ələkbər Sabiri Allah rəhmət eləsin, onun bir sözü var. Deyir ki, sən hansı dostlardan gedir söhbət, o deyir sağ vaxtında deyir torba tikirlər, öləndə də danıcı ağlayırlar. Bax o dostlardan soyuram mən. Bəsdir də, peçə sözlər düdündə, bəsdir də. Yəni var da belə üzvə gülürlər, qardaş dostlar. İndinin özündə danışır, insan ya südə çəkir, ya qana çəkir. Vay o gündən ki, sənin qanın da, südün də xarab. Vay. Amma Dolça... Xoşbaxt o adamdır ki, onun genetikasıdır, qanı da təmizdir, südü də. Ona görə ailə quranda, evləndirəndə uşaqlar deyirlər ki, elə qız alın, elə adama verin ki, onun yəni əsli kökü olsun, nəslə zəbəti, geni təmiz olsun. İndi növbəti fikrinə baxın. Dolça bürcün kişiləri tez peşman olurlar. Məsəl üçün kimsə sevirlər, biraz keçdi, soydular. Peşman olursan aşkım. Kimdisə dava salmaq üçün. Peşman olursan aşkım. Getgənlərin olur aşkım. Peşman olursan aşkım. Ya, Dolça, məsələn, mən özümdən götürəm də Dolçaya. Getsə edirsən, amma sevəndə də sevməyimiz deyir, batsın. Sevməyimiz də yaman olur. Adına Alib olursun sən. Allah nə deyim. Samir. Adına Alib. Sevmişəm. Kimi? Zınaq olsun. Məni? Yoxsa kimi? Səni də kim var? Nə bilim valla. Kimi olub? Tarixçənə baxanda. Sən tarixi qurtaramı. Sən tarixdə nə işin var? Hadi. Hərrandım, qırandım. Həm kimsə nə olacaq? Ne deyir? Biraz ayağı sürüşkəndir. Biraz ayağı sürüşkən. Yəni onlara da tam belə etibar eləmək olmur da. Hardasa sürüşkənliyi var. Amma yüngül belə sürüşkən yemelliyiniz var ha, belə. Ola bilər indi ayaqqabının altı biraz sürüşkən olsun. Ayaqqabıdan asılıdır da, hə? Ayaqqabıdan, Giyindiyin ayaqqabıdan asılıdır. Qış vaxtına düşə bilər. Yağışlı havaya. Yox, yağışda elə sürüşmür, amma buzlu havadır zaten. Buzlu havada zətdə, hə? Yaxşı, başa düşdük. Amma etiraf edirsən ki, yüngül meyillilik var sürüşməyə. Dolçalarda biraz elə bir artıqdır da dozası sürüşkənliyi. Bu dolça bürcün... Ya, bacı, bizim ailəmizə niyə qan qatırsan sən bu gecə-gecə? Niyə elə edirsən ki? Dolça bürcün kişiləri şirin dilinə aldanmayın xanımlar. İlan da yuvasından çıxarlar, hə? Kimsə dolça bürcü yaman od qoyub buna. Bu arada yaman od qoyubdur buna. Çox Samir. Çox sağ ol Dolça bürcünün. Onu da qeyd edeyim ki, həqiqətən də Dolça bürcünün kişilərində də, qadınlarında Dolçadan başqa nə başa düşən var, nə anlayan var.
Nədir onunla bir yerdə yaşamağa səbr Yəni edir? işin içində özünü də soxdun da yəni. Bəli, yox, həqiqətən. Həqiqətən, Mən kesin. təsəvvür eləmirəm ki, hansısa başqa bir bürc bizim kafamızdan oluşa da, yəni Hansı yerində? düzdür, hər şey. Aləmdə yəni. Yaxşı ki sən. Sən layiq olacaq.